Bir çox insanlar elə bilir ki, sidik yollarının infeksiyaları ancaq soyuq dəymədən, amma əslində belə deyil. Düzdür, soyuq dəymə də bu əlamətləri kəskinləşdirir. Amma o demək deyil ki, elə hava soyuyan kimi həmən infeksiya yarandı. Xeyr, infeksiyanın səbəbi bağırsaqda olan bakteriyalardır əksər hallarda və bunlar müəyyən yollarla keçir sidik kisəsinə və sidik yollarına və orada immunitet zəif olanda infeksiya yaradır. Niyə hamıda yaratmır? Çünki hamının immuniteti eyni deyil. Hormonal fon dəyişəndə infeksiya yarada bilir, immunitet zəifləyəndə infeksiya yarada bilir. Soyuq havalarda həmin bakterial cüblər başlayır inkişaf etməyə. Bakteriyalar. Yəni bu artıq xroniki infeksiya soyuqda kəskinləşir və hormonal fon dəyişəndə kəskinləşir. Bunu demək istəyirəm.